Bizim hörmətli dosentimiz dedi ki, etika ilə danışmaq, mədəni danışmaq, bir-birinə hörmət etmək, aşağılamadan fikir bildirməyi öyrətmək istəyirəm, amma özü sürətli şəkildə Azərbaycan qadınlarını sosial şəbəkəsində aşağılayır. Nə öyrənə bilərəm mən Akif Nağıdan? Çox maraqlıdır. Siz məni dünən aşağılayırsınız. Sizin əqidədə olanlar da qoşulub sizə bir qismi aşağılayır məni və siz deyirsiniz ki, tərbiyəli olmaq lazımdır, burada özünüz tərbiyəsiz ifadə işlədirsiniz. İndi qərar verək, biz sizdən tərbiyəli olmağı, yoxsa tərbiyəsiz olmağı öyrənməliyik. Sizi ola bilsin ki, kimsə inandırıb ki, siz çox mədənisiniz və siz qadınla danışıq tərzini bilirsiniz. Və sizin o etdiyiniz səhv bir kənara qalır. Sonra da YouTube üzərindən deyirsiniz ki, deyirlər aslanın erkəyi dişisi olmaz, amma mən deyərəm ki, donuzun aslanı dişisi olmaz öz aləminizdə, məni yenə də erməniləşdirdiniz və deyirsiniz, mən Səidiyə ümumiyyətlə qadın kimi baxmıram, bəli, mən əzilib büzülmürəm, oranı buranı açıq qoymuram deyə. Sizə elə gəlir ki, bəli, Akif müəllim, oldu Akif müəllim, baş üstə Akif müəllim deyən qadın olur, amma yox. Arzularınızı başa düşdüm. Arzularınızı nəzərə alaram. Bir məsələ də orada dediniz, hicabla bağlı ki, uşaqların başında. Başınızdan böyük danışmayın. Arzularınızı başa düşdüm deyəndə deyirəm ki, başınızdan böyük danışmayın. Başınızdan böyük danışmayın. Özünüzə hörmət eləyin. Saçınızın ağlığına hörmət eləyin. Sizin arzunuz odur görmək istədiyiniz qadın. Bugün mən bəli, mövqeyini deyən və 7 aydır mövqeyində dayanan aparıcıyam. Gördünüz, əlamətlər. Sizin kimilər mini gəlsin üzərimə. Dediyim fakt ortada, yenə də deyirəm. Gedin hüquq mühafizə orqanlarına mənə şikayət eləyin. Kişi deyilsə şikayət eləməsiniz, bir də gələm üzərinə. Gedin şikayət eləyin. Ona görə ayıbdır, özünə dasent deyən, nə bilim, saqqal deyən, nə deyən adam? Birinci, danışığına, mənim saqqallığımın sizə aidiyyəti yoxdur. Gəlib oturub burada yalandan, vətənpərvər obrazı yaradır burada. Siz nə obraz yaradırsınız bəs? Ağdamın bir dənə işğaldan azad olunması uğrunda, bir kənd uğrunda döyüşməyən birisi hansı vətənpərvərlikdən danışır? İşimizlə məşğul. Emosiyalar çox gərgin. Yəni mən söhbət ona gedir ki, mən axıra yaxın deyirəm ki, qutaraq bu məsələni təzədən başlayırsınız. Mənim əqidəm sizin əqidənizə bir olsa deyərəm ki, mənim əqidəmə siz çata bilməzsiniz. Bəli, çata bilməyə buna görə çox sağ ol deyirəm bir daha. İşinizdə olun. Atama ki, mən belə böyüdüm, bəli. Özünüz bilirsiniz. Son fikriniz varsa, son sözünüz tamaşaçılarımıza bildirmədiniz. Nəsə demək istədiyiniz fikir varsa, Akif bəy işlə bilər yolunda. Yəni, dedik sözümüzü, qutardıq. Tamam, aydındır. Hər ikinizə təşəkkür edirəm. Studiyamızda oldunuz. Kifayət qədər ciddi və olduqca gərgin bir müzakirə alındı. Qarşılıqlı olaraq sosial şəbəkə üzərindən və jurnalist həmkarlarımızın da bu proseslərdə yer alması ilə hər ikinizə suallar oldu, zənglər oldu. Mən də imkan daxilində çalışdım ki, sizi studiyamıza dəvət edək və bu məsələlərə qarşılıqlı olaraq müzakirə edə, hər ikiniz öz mövqeyinizi və fikirlərinizi səsləndirə bilərsiniz ki, bu sosial şəbəkələrdə, kütləvi informasiya vasitələri, mediada bu məsələ daha da böyümədən, daha da genişlənmədən biz hər ikiniz bu məsələlərə aydınlıq gətirək. Emosiyalar gərgin idi və təbii ki, bu da anlaşılan da hadisənin təsiri var. Yəqin ki, bu bir müddət davam edəcək. Amma ümidvarıq ki, haradasa, hansısa nöqtədə hər ikiniz bir ortaq məxrəcə gələ biləcəksiniz, bu emosiyalar cıvıldayacaq və mən belə adamlarla orta məxrəcim olmur, Heydər. Ümid edirik. Mümkün deyil elə adamlarla orta məxrəcə gəlmək. Olmayacaqsa da bu da öz seçimi. Onlardan olmalıyam orta məxrəcə gəlmək üçün, amma mən heç vaxt elə adamlardan olmaram. Sadəcə mən ümidlərim dedim, seçimi özünüzündür, yəni istəsəz təbii, amma təbii ki, mən arzu etməzdim bu şəkildə Azərbaycan cəmiyyətində. 2-3 dənə sifarişlə işləyən saytlar Akif Nağın aşağılayıcı paylaşımını götürüb xəbər eləyirsə, Akif Nağdan geri qalmırlar. Akif Nağdan geri qalmırlar. Yüksək səviyyədir, bizimki paylaşanlar aşağı səviyyədir. Xeyr, mən heç elə şey deməmişim. Mənim hələ aşağılayıcı aşağılayıcı bir ifadəmi paylaşmayıb heç bir saytda. Hamısı da paylaşır, özünüz də paylaşırsınız. Hansını? Yəni, mənim dediklərimi çalışın, nəzərə alın. Nəzərə alsanız özünüzün xeyriniz olar. Nəzərə alırsa özünüz bilər. Çünki ən azından onlar Azərbaycan qadınını aşağılamırlar sosial şəbəkələrində. Amma sizin kimi, yenə də deyirəm, dasentlik təcrübəsindən heç olmasa utanmayıb, illərini verib güya buna utanmayan bu hisindən bəli. Baboş və indi bu Bəlizarda kimdir ha? Onlar qat-qat hörmətlidir. Şəxsən öz adıma deyirəm, ən azından 5 xəstə uşağı heç olmasa onlar müalicə elətdirə bilirlər. Mənim yolum haqq yoludur, sizin yolunuz isə obraz yoludur. Cildinizi hər an dəyişirsiniz. Mən də sizə uğurlar arzulayıram. Mən öz yolumdan gedirəm, sizə də uğurlar olsun.